Salam, hoş gördük. Değerli Hürriyet TV, Ulu TV izləyiciləri. Hər kəsi salamlayıram. Hər birinizə xoş yayım arzu edirəm inşallah. Studiyada mən Vüqar Tofiqoğlu. 15 aprel 2025-ci il saat 16-ya olan yayımıza Allahın izni ilə başlayırıq. Və inşallah Allahın izni ilə sizlərlə birgə bu yayımızı da sağ və salamat olaraq başa vuracağıq. Bilirsiniz, bir neçə gündür artıq, yəni iki gün olar da Əvəz bəylə bağlı məlumatlar yayılır. Son məlumatları almaq üçün mən studiyamıza Əvəzin həyat yoldaşı Məlahət xanım Zeynalını dəvət eləmişəm. Həm hadisələr necə baş verib, niyə bu günə qədər xəbərləri olmayıb, son vaxtlarda Əvəzin səhhətində nələr dəyişilib və dəyişikliklərə penitensiya xidmətin münasibəti necə olub, bunların hamısına biz ilerleyen dəqiqələrdə aydınlıq gətirəcəyik inşallah. Və mən ilk öncə sizi salamlayıram dostlar. Bəyənməni, paylaşmağı unutmayın deyirəm. Ən vacib məsələlərdən biridir. Məlahət xanım, xoş gəlibsiniz studiyamıza. Çox sağ olun, təşəkkür. Mən istəyirəm biz izləyicilərimiz üçün ilk öncə əvvələ qayıdaq. Mən dünən yayımımda bəzi məsələlərə aydınlıq gətirmişəm. İstəyirəm həm də bu sizin dilinizdən. Çünki sən də bu işin içərisindəsiniz. Yəni məsələn, həbs necə baş verdi? Həm də bir yeniliyət də bu insanların xatirəsini bir balaca necə işıq salaq onlara. Görək hadisələr necə cərəyan elədi, nə baş verdi, məhkəmədə kimlər durdu üzünə. Dünənlərin bunları bir dəfə vermişəm, amma istəyirəm bir də həm də sizin dilinizdən. Biz ondan sonra gələk həbsxana həyatına. Həbsxanada nə baş verdi? Nəyə görə siz dağı döyürdünüz, hər gün savaşırdınız, hər gün qışqırırdınız, bağırırdınız, səsinizi hər yerə çatdırmağa çalışırdınız, amma sizə eşidən yox idi. Təbii ki, bizlər də indi gücümüz çatdığı qədər sizə dəstək verirdik. Oradan istəyirəm ki, bir başdan mən başlayaq ki, necə oldu hadisə? Yəni, şimdi dünən mən demişəm, bir adam bir PR-ı aparmaq üçün kimlənsə razılaşırsa, lap belə, mən sənin PR-ı aparacam, burada qanun harada pozulub, mənə o çatmır. Mən nə qədər özümə çatdıram, bunu çatdırmıram. Mənə çatmır bu şey. Mən hər kəsinə gelib danışa bilərəm. Hər kəsinə. Mənə heç kəs qadağa eləyə bilməz. Çünki bu mənim işimdir. Bu kanalı mən dünən deməli, kanal yaradıram. Bütün həyatımı qoyuram bura. Hər şeyimi, canımı, başımı, hər şeyimi, pulumu, varımı, dövlətimi, hər bir şeyimi qoyuram da bura. Gecəm yox, gündüzüm yaradıram. Gəlib müəyyən bir yerə çatıram. Bu gün Azərbaycan televiziyalarında kifayət qədər PR gedir. Elə reklam özü bir PR'dır. Biri bir dənə qələm istehsal edir, gətirir, bunun pulunu verir, deyir, mən bu qələmi, yox da biri, həkimlər bugün çıxırlar, xoş qədəmin verilişinə, obsin, zavurun verilişinə, həkim çıxır, öz PR-ını aparır. Və bunun qarşılığında hər kəs də verir ki, 20.000 xoş qədəmin verilişinə pul ödəyirlər. Onda beləsi ki, bütün televiziyalarda nə qədər PR adam, aparan adamlar var, televiziyanın rəhbərliyi daxil, hər kəsi tutmalıdırlar. Yəni, mənə bu çatmadı, amma o üzrə duranlar ki var ki, sonradan gəldi bu, buradan daxil oldu. Bir qapı kimi açdılar Rasim Məmmədovu, hər kəsi orada daxil eləmək üçün. O hər kəs ki gəldi, bu hər kəslərdən danışmaq istəyirəm mən də ki, bu hər kəslər kimləridir, onların davası nə davası idi? Buradan başlayaq, buyurun. Bu məhkəmədə başa çatdığı üçün mən artıq ətraflı hər şeyi rahat deyə şəkildə bilərəm. danışaq. Söhbət nədən gedir? Əvəz bəyin tənqidi çıxışlarından. Siz bilirsiniz ki, məmurları hər dəfə tənqid eləyirdi. Əvəz bəy də heç bir zaman təhqir olmayıb. Düzdür, bir balaca el dilində danışmağı var idi, amma heç bir zaman təhqir eləməyib ki, sən belə filan. Söhbət nədən gedir? Əvəz bəyin fəaliyyəti bir çox məmurları narahat eləyirdi, yuxusuz qoymuşdu, belə deyək. Çünki bizə çatırdı, məlumatlar çatırdı. Hərdən mənə deyirlər ki, Məlahət xanım, sizə bu məlumatları kim verir? Adam deyə bilmir ki, yanındakı üçüncü adam bizə məlumat verir. Elə ikinci də verir. İkinci də verir. Yəni, çox maraqlıdır. O vaxtları İskəndər Həmidovla belə bir söhbət olmuşdu. Demişdi ki, mənim yanımda 5 nəfər inandığım adam var. Demişlər, onun 4'ü bizim adamdır. Bilirsiniz, yəni, bu elə bir şeydir ki, yəni, biz bunları yaşamışıq. Nədən gedir söhbət? Mən Əvəz bəyə qayıtmaq istəyirəm. Deməli, Əvəz bəy hər zaman tənqidçi jurnalist olaraq mediada öz yerini, öz qələmi ilə tanınıb. İstəyir Xural qəzetində olsun, istəyir saytında, istəyirsə də sonradan son illər biz açmışdıq YouTube kanalını və elə bir ki, onun üçün bir pəncərə olmuşdu o YouTube kanalı və ürəyini boşaldırdı.
Adam elə bil ki, nəyəsə gücün çatmayanda siz təsəvvür edin ki, bugün dövlət orqanları var ki, biri birini dinləmir. Siz təsəvvür edin ki, biri o birisinə tabedir, amma tabe olan, mənim tabeçiliyimdə olan orqan məni dinləmir. Hərəsi bir dənə kiçik dövlət Bizdə yaradır. adi haldır bu. Çox adidir və qanundan kənardır və bu dövlətçiliyin təməlinə zərbə vuran bir haldır. Və Əvəz bəy də bunları tənqid eləyirdi. Nə üçün eləyirdi? Çünki Əvəz bəy dövlətçi adam idi. Əvəz bəy istəmirdi ki, Azərbaycan dövlətini dişimizlə, dırnağımızla qurduğumuz bir dövləti, bu dünyada bilirsiniz nə qədər millət var ki, dövlətləri yoxdur. Hələ də vuruşurlar. Yəni bizim dövlətimiz vardı və biz bunu da əlimizdə bərk-bərk saxlamalıyıq deyə mübarizəsini aparırdı. Əvəz bəy yoxladılar, hər yeri yoxladılar ki, görəsən bu maliyyə mənbəyi hardandır, hardan alır, heç bir şey tapmayandan sonra dedilər, aha, bu rüşvət ola bilər. Bilirsiniz, bizdə el misalı var, deyir, xain xoflu olar. Hər kəs öz düşüncəsinə və özünün elədiyi şey prizmasından, öz baxdığı bucaqdan baxır məsələlərə. Mən əgər rüşvət götürürəmsə, mən düşünəcəm ki, siz də rüşvət götürürsünüz, bilirsiniz? Bəli, buyurun. Yəni, bu belədir. Bu belədir. Söhbət ondan gedir ki, Əvəz bəyi nə ilənsə, neçə dəfələrlə olmuşdu ki, məsələn, şikayətçilər gəlmişdi. Əvəz bəy hətta şübhələnirdiler ki, bunlar nə qədər məni balaca vicdanına və Allaha əmanət eləyirəm. Ki, əgər bircə qram da olsun vicdanları qalıbsa, onlar bugün çıxıb etiraf eləməlidirlər ki, bizi bu oyunun içinə kimlər saldı. Bilirəm olmayacaq Vüqar bəy, amma bugünkü danışım mən bilirəm ki, tarixdir. Mən bugün danışmalıyam onu. Və nə məsələ oldu? Əvəz bəy siz bilirsiniz, hər zaman əzilənin yanında olub. Hər zaman, fərqi yoxdur kimdir. Ola bilər bu dövlət məmuru da olar keçmiş. Ola bilər bu, nə bilim, sıradan bir vətəndaş da ola bilər. Kim olur olsun. Hər zaman Əvəz bəy əzilənin yanında olub. Əzilənin sözünü deyib. Və Rasim Məmmədov məsələsinə gəlmək istəyirəm. Əvəz bəy onunla bağlı özündən hansısa bir məqalə yazsın və yaxud da özündən bir çıxış eləsin, belə bir şey olmayıb. Mən o çıxışı tamamilə bütöv şəkildə çıxartmışdım. Yəni müsahibə şəklində Xural.org saytında var. Yaza bilərlər Rasim Məmmədov, çıxacaq həmin yazı. Deməli, bir xəbər olub. Xəbər Meydan TV-nin olub. O xəbəri oxuyub Əvəz bəy. Sadəcə axırda deyib ki, heç bir zaman, yəni göylə getmək lazım deyil də, yəni bugünü də düşünmək lazımdır. Orada Rasim Məmmədovun çıxışı var ki, məni belə elədilər, məni belə aldatdılar, filan kəsi çağırın məhkəməyə gəlsin, filan. Əvəz bəy bu çıxışı oxuyub. Bu çıxışdan sonra mən yenə deyirəm, bax, tamaşaçıların hər biri bizim xalqımızın nümayəndəsidir də. Mən istəmirəm ki, mənim dediklərimi əsassız bilsinlər. Vüqar bəy, mən sizinlə yaxın deyiləm. Mənim sizlə heç bir əlaqəm yoxdur. Mən bilirəm ki, bu məmurların hər şeyi var. Mən bilirəm sərvətləri nədir, nəyin üstündən qazanırlar. Onu biz hamımız bilirik. Amma fakt olmalıdır da. Biz jurnalistik, biz fakta əsaslanırıq. Düzdürmü? Hə. Mən Rasim Məmmədovla şəxsi münasibətim olmayıb. Rasim Məmmədovla şəxsi münasibəti olan vəkil Elçin Sadıqovdur. Hə. Elçin Sadıqov həmin dövrdə Əvəz Zeynalının da vəkili olub. Mən buradan o parçalayırlar ki, Rasim Məmmədov müvəkkili idi Elçin Sadıqovun, Əvəz Zeynallı jurnalist idi. Xeyr, ikisinin də vəkili olubdu. Belə çıxır ki, həm Əvəz Zeynallının, həm də Rasim Məmmədova onun müvəkkili olubdu. Yəni ikisinin də hüquqlarını qorumalıydı bu adam. İndi kimlər onu yuxarıda himayə edir? Bunun da vaxtı zamanı gələndə hamısı açılacaq. Belə şeylər ortada qalmır. Bu adam tez-tez belə çıxdı məhkəmədə. Məhkəmədə iştirak edənlər bilir, hüquq müdafiəçilər də iştirak ediblər. Deməli, gəldilər, danışdılar. Rasim Məmmədovun həyat yoldaşı Mehriban Nəcəfovanın xalası oğlu, o rəhmətə gedib deyəsən, əgər gedibsə də Allah rəhmət eləsin. Deməli, o gəldi, danışdı ki, hər bazar günü Elçin Sadıqov, 3 uşağı və həyat yoldaşı bunların bağına istirahətə gəlirmişlər, yeyib içməyə. Rasimgilə. Rasimin bağına. Biz Rasimi tanımırıq. Faktı da, yəni mən bunu tanımıram. Mən bilmirəm bu bağı nə cürdür, neçə daşdan tikilib, neçə mərtəbədir, ümumiyyətlə harda yerləşir. Mən bunu bilmirəm. Çünki mən orada olmamışam. Orada olan Elçin və ailəsi olub.
Və bu adam hər dəfə ora gedəndə insandılar. Bizim millət çox səmimi millətdir. Danışanda deyiblər ki, bəs çox narahatıq, əvəz belə nə bilim kəskin tənqidlər eləyir, belə eləyir, belə eləyir, belə eləyir. Onu necə susturmaq olar? Elçin Sadıq qarmağı atıb. Bildiniz, ağlından qarmağı atıbdı ki, əvəzdir də Peçə Elçin o Rasim Məmmədovu yox. Rasim Məmmədovu yox. Mən indi gətirəcəm o məsələyə. Rasim Məmmədovu yox. Əvəz onun bir çox adamlarla bağlı xahişini yerinə yetirib. Deyibdi ki, yaxşı, filankəsin adını çəkmə, filankəsin adını çəkmə. Mən buradan o adamlara müraciət edirəm ki, o adamlar çıxsınlar, heç olmasa mənə çıxsınlar. Ki, bizdən nə qədər alıb Elçin Sadığov? Biz onu görməmişik. Biz onu görməmişik. Əvəz bəy neçə ilin vəkili olduğu üçün ona etibar eləyib, onunla münasibətləri olub. Yəni o bu cür işlərlə Elçinin ümumiyyətlə məşğul olduğunu bilmirdi. Hərdən deyirlər ki, dostudur, bilmir. Pul elə pis şeydir ki, Vüqar bəy, çox adam gizlədir. Pulu hardan qazanır, yox, necə addan da qazanır, almaqlar var. Məsələn, o gün mən Gəncədən zəng eləmişlər ki, Vüqar bəy, sizin jurnalist gəlib burada su idarəsindən Ağcabəddə. Ağcabəddə gedib orada su ilə hansı bir idarəni təhdid edib pul istəyir. Deyirəm ki, qardaş bizim jurnalistimiz yoxdur. Bu necə? Kimdirsə bir maşenniklər var da budur. Bəli, var. Özsə bunun qarşısını almaq mümkün deyil ha Vüqar bəy. Yox, necə ala bilərsən? Hüquq mühafizə orqanları bunun qarşısını ala bilmir. Biz necə alaq? Bizim nəyimiz var ki, nə ilə alaq? Mənim cəmcümlətanı bir əməkdaşım var. Çünki dələduzların sayı hüquq mühafizə orqanlarının sayından daha çoxdur. Bunun bir dənə yolu var da. Kim gəlir sizin yanınıza, deyir ki, Xuralın adından gəlmişəm və yaxud Hürriyyətin adından gəlmişəm. Siz telefonu götürürsünüz, mənlə əlaqə saxlayırsınız, danışırsınız. Mən də deyirəm, mənim o cür əməkdaşım yoxdur. Bunun başqa yolu yoxdur. Bunun qabağını almaq mümkün deyil. Yox, mümkün deyil. Deməli, bu adam biləndə ki, Rasim Məmmədov narahatdır. Gəlib əvəzdən xahiş eləyir ki, əvəz, bəs mən onlarla münasibəti yaradaram, sənin bildiyin kimi deyil, onlar o qədər qəddar deyil. Əvəz də deyir ki, necə yəni qəddar deyil? Bu adamlar Zülfiqarlı qardaşlarının zavoduna gediblər və həmin zavodda topla, tüfəklə, yuxarı deməli avtomat Kalaşnikov deyirəm, amma avtomatla göyə vurublar zavodda. Yəni qorxudu bu qardaşları. Birini həbs elətdirdilər Ramiz Mehdevin gücünə, digərini də qaçırtdılar da. Qardaşdılar, onların hamısını tutdular. Birini saxladılar çöldə. Bəli, ki, pul gətirsin. Yox, pul gətirsin yox. Notariusda bunların adından hamısı alqı-satqı elədi, keçdilər Ramiz Mehdevin adına. Nə üçünsə birini saxlamışlar. İndi söhbət nədən gedir? Əvəzə deyir ki, mən həmişə əzələnin yanındayam da. Yəni, sən necə ola bilər Azərbaycanda sahibkarlığa qarşı çox böyük bir sələb yürüyüşü var, bilirsiniz? Çalışırlar ki, dibinə qədər onun nəyi var əlindən alsınlar, adamı da atsınlar bayrağa. Müstəqil sahibkarların yetişməsi mümkün deyil. Ziyandır bunlara. Çünki gələcəkdə bu adamın öz puludur, öz sözünü deyil. Olsun da dövlətimizə qoyur da. Ona görə imkan verməzlər müstəqil formalaşdırın. Siz vergini formalaşdırın, siz onun müxtəlif yolları var, eləyin. Sahibkar da qoyun inkişaf eləsin. Bu əl o biri əli... Sonra deyim ki, inkişaf onlara sərf eləmir, ona ehtiyac yoxdur, inkişaf olsun. Eləmirlər, Vüqar bəy. Çünki öz şirkətləri var, qabiliyyətli adam. Bunlar yalnız monopoliya yolu ilə özləri nəsə eləyə bilirlər. Yoxsa başqa alternativ variant yoxdur ki, o qabiliyyət yox, o baş yoxdur ki, məsələn bunlar o İsfəndiyar kişi demişkən, gətirə alimləri yığı ətrafına başlayıb normal bir şirkət qura. Bunlar ancaq sənin mənim məhv eləməklə bazarda monopoliya yaradıb. Quldur təfəkkürüdür, başqa təfəkkür deyil. Deməli, bu adam bunu deyəndən sonra Əvəz bəyə ki, onunla bağlı heç bir xəbər oxuma, Əvəz deyib, imtina eləyib. Deyibdi ki, elə bir şey yoxdur, xəbər gələcək, mən oxuyacam. Əvəz hardan bilsin ki, bu alver aparır? Ay Vüqar bəy, siz də bir kanalın başında oturmusunuz. Sizə də gəlir, vəkiliniz belə bir şey deyir. Siz nə bilirsiniz ki, o hansı alveri aparır? Bilirsiniz onu, bilmirsiniz axı. Necə bilmək olar bunu? Deməyəndən sonra necə bilmək olar? Deyibdi ki, mən üstünə getmərəm, yəni öz fikirlərimi bildirmərəm Elçin sənin xətirvə. Amma xəbər gəlsə oxuyacam. Əslində bu da normal şeydir. Normaldır. Biz insanıq hamımız. Bizim də dostumuz var, tanışımız var, qohumumuz var, əqrabamız var. Nə bilim, tanıdıqlarımız var. İndi adam var ki, mən burada bir də görsən, olur, ağız açıb, qardaşım gəlsin, mən desin ki, o mənim dostumdur, mən məcbur dayanacağım da, yəni hamı ilə mən düşmən ola bilmərəm ki. Biz də özdə ki, mentalitetimiz onu tələb eləyir də, amma Əvəz bəy həmişə yenə deyirəm, haqqın yanında olubdur. Bugün də haqqın yanındadır, orada olmağına baxmayaraq. Nəsə, bu sən demə alver də eləyib,
o 20 mini alıbdı da, aparıbdı da, qoyubdu da yanına. Bu sonradan sübut olundu. Məhkəmədə də sübut olundu ki, o pulu Elçin Özü alıb, alıb. Elçin də qaytarıb. Yəni buna əvəzin ümumiyyətlə bundan xəbəri yoxdur. Vüqar bəy, biz uşaq deyilik. Biz həyatımızın neçə ilini sərf elədik mətbuata. Biz nələr görmədik, nələr yaşamadıq. Biz bilirik məsələ nə yerdədir. Biz bilirik ki, Elçin oyuncaqdır. Əvəzi Zeynalını susturmaqdan ötəri bir oyuncaq oldu. Onu oyuncaq kimi istifadə elədilər. Və bugün də siz təsəvvür edin ki, 2011-ci ildə Əvəz bəy həbs olunanda Gülər Əhmədovanın şikayəti əsasında həbs olunmuşdu, yadınızdadırsa. Həmişə Əvəz deyirdi ki, Ramiz Mehdiyevin deputatıdır da. Elə də çıxdı da o milyonluq çamadan açmaq zat söhbətinə görə. Onda Gülər Əhmədovanı işin içindən çıxartmışdılar. Mən bugün soruşuram baş prokurorluqdan. Elçin Sadıqovun işini 2 il yarım bundan əvvəl o işin içindən ayırmışsınız. Hardadır o iş? Niyə o işin istintaqı aparılmır? Nə üçün? Siz axı haqq, ədalət, qanun tərəfindən niyə ayrılmalıydı? Bunlar bir yerdə baxsan, bu iş görülmüşsə bir yerdə görülmüşdür. Bilirsiniz nə olubdu məsələ? Bunlar fikirləşiblər ki, Elçin Sadıqovu necə ki Gülər Əhmədovu çıxartdılar işin içindən, 100 nəfər adam qoydular Əvəz Zeynalının üzünə 2011-ci ildə tanıdığı, tanımadığı hamını gətirib üzünə qoydular. Ramiz Mehdiyevin güclü vaxtı idi. Və nə oldu? Bu dəfə Elçin Sadıqov deməli Elnur Şükürovu Bakı İstintaq Təcridxanasında görür. Deyir ki, sənin uşaqların var. Bilirsiniz, bizdə uşaq yoxdur da. Sənin uşaqların var. Sən Əvəz Zeynalının üzünə dur. Dur. Səni buraxsınlar, səni buraxacaqlar. Əvəzə 9 il iş verəcəklər, məhkəmə gedir. Yəni əvvəlcədən işin bilir. Əvvəlcədən bilir ki, məhkəmə hansı hökmü oxuyacaq Əvəz Zeynallı ilə bağlı. Xeyr ola Elçin, hardan bilirsən? Hə? Deməli, oyunun içindəsən də. Elnur deyir ki, mən sənin kimi şərəfsiz deyiləm. Elnur ona o sözü deyir ki, mən sənin kimi şərəfsiz deyiləm. Təsəvvür edin. Və Elnur üzünə dayanmır. Bilirsiniz nə alınır? Ümumilikdə Əvəz Zeynalının üzünə heç kəs dayanmır. Elçindən başqa. Bugün Əvəz Zeynallı Elçin Sadıqovun üzə duranlığı hesabına qalan saxlanılan yeganə maddə ilə içəridədir. Yeganə. Sonda necə sübut olundu? Bir nəfər. Heç bir şey sübut olunmadı. Bir dənə o səs yazısını belə yaydılar ki, o səs yazısı da çox adam məndən soruşur ki, hə, sənət söhbəti deyil də. Deyir, ay qardaş, mən nə, deməli bu nə biclik eləyir? Bu bir balaca mərcimək ağlı ilə elə bilir bunun üstü açılmayacaq da. Doğrudan da cəmiyyət o cürdə qəbul elədi ilk. Amma ondan sonra axı biz bilirik məsələləri. Deməli, bu gətirib istintaq materiallarını veribdir Rasim Məmmədovun ki, bax sən bunu oxu, görəcəksən ki, bu da siyasi məhbusdur. Rasim Məmmədov da siyasi məhbus düzəldirdi Elçin Sadıqov. Bax sən bu siyasi məhbusdur, sən onu yaxşı-yaxşı oxu, Əvəzin hüquq təhsili var. Sən görəcəksən ki, burada nə cürdür məsələ? Necə Əvəzin vaxtı olub onu oxumayıb da. Prokuratura gəlib bizdən. Deməli, o axtarış aparanda, üzr istəyirəm Vüqar bəy, onu Əvəz Zeynalının stolunun altından çıxartmışdı həmin o istintaq materialını. Mən bir şey haşiyə çıxacağım burada, çox üzr istəyirəm. Mən burada bir siz... Məsələn, bu günlərin bu kinolarda da görsənir, hər kəs də bilir. Polis, prokurorluq, dövlət təhlükəsizlik xidməti, yəni hüquq mühafizə orqanları deyək də, bunlar bir əməliyyat aparırlar. Tutalım ki, bir bariqanı tutmalıdırlar və yaxud da bir narko baronu tutmalıdırlar, hansısa bir cinayətkarı tutmalıdırlar. Bunlar nə edirlər? Birinci növbədə öz adamlarını yerləşdirirlər həmən yerə. Adamlar gedir, onların hüquq mühafizə orqanıdır, amma bu adamlar gedir, lazım gəlsə nəşədə çəkir, onlardan nəşə alır, çəkir. Lazım gəlsə nə bilim 50 cür hoqqadan da çıxır. O uğurluğa gedir onlarla bir yerdə. İndi bunların hamısı bu çetə aşkarlandı, həbs olundu. Həbs olunanda həmin əməkdaş həbs olunurmu? Yox, olunmur. Çünki niyə? Bu əməliyyatda idi. Bunun işi oldu. Bu Azərbaycan jurnalistikada belə bir şeydir. Bu biraz bizi yanlış alır. Buna elə bilir. Mən həmişə deyirəm ki, bizim işimiz polislərin işində daha çətindir. Mən özüm şəxsən telefonda o qədər adamla elə şeylər danışıram, elini görürüm. Mən uşaqların yanında danışaram öz damı ilə. Bir dənə görsən deyək ki, Vüqar müəllim, məsələn 500 manat versəm, o deyirəm, yox, sən 1500 ver. Niyə deyirəm 1500 ver ha bunu? Baxıram, görürəm, o adam günahkardır, yoxsa yox. Əgər mən ondan, o mənə bir gəlib hansısa bir işlə bağlı 1000 manat pul təklif edirsə, mən ona 5000 manat deyirəmsə, düz, adam razılaşırsa, bu o demək ki, adamın günahı var, razılaşır. Fikrim çatır? Bu mənim bir oyunumdur. Mən telefonda hər kəslə hər şey danışa bilərəm. Hər şey danışa bilərəm.
cinayət başında insan yaxalanmadan sən onu cinayətkar deyə bilməzsən. Mən telefon danışığına yox lap demişəm ki, Yox, elə olmuyor. Yox, lap bax deyirəm ki, gəl pulu Başqa götür. bucağa getdik. Yox, mən aydınlıq gətirəcəm Vüqar bəy. Yox. Çox adam elə bilər ki, həqiqətən də elə şey olmuyor. Yox, siz deyirsiniz sənət, mən deyirəm. Yox, sənət də olmuyor. Bu deyir ki, bəs mən axı gətirdim, verdim sənə. Deməli bu adam düşünür ki, mən bunun səsini yazacağam, verdim axı sənə. Bildiniz? Və bu deyəcək ki, baxın gördün, mən vermişəm buna. Mən deyirəm dilimlə də vermişəm. O deyir, nə vermirsən ki, verdiyi gəl götür apar. Bunu verib. Buradan prokuratura çıxartdı, qoydu stolun üstünə. Bunu verib. Deyir, qardaş, sən mənə nə vermirsən ki? Aha. Sən mənə nə vermirsən ki? Sən mənə heç nə verməmsən. İndi söhbət nədən gedir? Bu həmin səs yazısını göndərir Enola Fətullayeva. Mən onu demək istəyirəm ki, ay Mələt xanım, səs yazısı ilə adam tutulmaz da. İndi onu deyirəm. Bəlkə mən nəsə məqsədim var eləyirəm. Mən nəyin üstünə aşmaq istəyirəm. Və bizdə olan məlumata görə, mən yenə deyirəm, Enola Fətullayev bu səs yazısını göndərir Fuad Ələsgərova. Və bu gedir prezident aparatına qədər çatır bu səs yazısı. Çox adam, bayaqları içəri girəndə nə dediniz? Çox adamı narahat eləyib, düzdürmü? Bəli. Həmin o adamlar əllərinə girəvə düşür. Əllərinə fürsət düşür ki, Elçinə görə yox ha, əvəzə görə. Bu səs yazısında deyilmir axı qardaş, mən filan şeydən yana getdim sənə filan qədər verdim ha. Bəs mənlə belə danışdın axı sən. Avropada, ümumiyyətlə Avropada bu hüquq o qədər diqqətlə o deyir, o prezident məsələləri var da. Məsələn, onların yoxlayırlar ki, bir dəfə buna oxşar hadisə olubmu, olmayıbmı? Məsələn, onlar deyir ki, rüşvət o qədər incə və zərif bir məsələdir ki, hətta insanların əlində tutsam belə, o deyə bilər ki, məndən borc almışdı, mənə qaytardı. Bəli. Məndən borc istəmişdi, dəlil olmalıdır, mənə qaytardı. O qədər incə bir məsələdir. Siz pul söhbəti olmuyor. Bəs mən onu deyirəm də, rəqəmləri olmuyor. Niyə almışam, niyə vermişəm, bu da yoxdur. O da yoxdur. Mən filan şey vermişəm. Bu adamın, siz bu, o necə deyir, o nə bilim, tombala vardı, bu hansı filmdə idi? Qurtlar Vadisində. Tombala. Bax, bu Elçin Sadıqov, bu fikirləşibdi ki, indi deyəcək, mən də deyəcəm ki, bu, baxın, bu sənət demir də, yəni bunu deyir də, mən aparıb pulu vermişəm, indi mənə deyir ki, pulu qaytarıram. Mən bu işin, ay Vüqar bəy, siz özünüz, yenə deyirəm mətbuatda, mən əgər bu işi görəcəmsə, PR məqsədi ilə müqaviləmi alaram, müqaviləmi bağlayaram, sizi də müdafiə eləyərəm bu qanunla. Bitdi məsələ. Bitdi məsələ. Mən əgər bu pulu götürmüşəmsə, mən sizin əleyhinizə danışım. Bir nəfər onu mənə izah eləmir. Mən hər şeyi qoyuram bir qırağa. Mən pulu götürmüşəmsə, mən dəliyəm, mənim başıma hava gəlir. Əvvəla niyə danışmalıyam? İkinci daha bu səs yazısında konkret olaraq söhbətin nədən getdiyi yoxdur axı burada. Bəlkə deyirəm ki, yumurtağı göt apar. Axı burada lap bax, hətta lap mən danışıram şeylə, Elçin Sadıqovla, deyirəm ki, gəl pulu göt apar. Bəlkə mən buna demişəm ki, qardaş, mənə pula... O versiyalar çoxdur. O versiyalar çoxdur. Ya nə demək istəyirəm? Söhbət ondan gedir ki, Mələt xanım, danışıq o zaman sübut kimi dəli kimi ortaya. Bu oradan deyil. Əvəz. Bəs axı qardaş, sənlə söz danışdıq, 20 min mən sənə verdim ki, sən bu adamın PR-ını aparasan, bunu müdafiə etsən. Siz o pul məsələsini də bilirsiniz də, o istintaq materialında, bəli, onu əvəz təsbit eləmişdi də, sonradan onlar bildilər, deyəsən düzəliş apardılar. Deməli, Mehriban Nəcəfova deyib ki, mən 100 dənə 200 manatlıq vermişəm Elçinə konvertdə. 100 dənə 200 manat. Elçin yazıbdı ki, 200 dənə 100 manat verib. Bilirsiniz, normal dövlətdə yaşasaydıq, qanunlarımız ali olsaydı, qanunlarımız işlə, bu yetərli idi. Bu məsələ yetərli idi ki, burada sübut olunsun ki, ümumiyyətlə, bu pul məsələsində Elçin orada nəsə eləyir. Bir bu. İkincisi, bu adam döndü, oturdu, dedi ki, mən sübut eləyəcəm, məndə videolar var. Deməli, məhkəmənin qarşısında Enola Fəthullayev mənə dedi ki, videolar var, nələr var da. Gözlü nə videolar gəlir, serial gəlir. Ya açığı deyəm, mən inandım. O qədər belə rəsmi şəkildə verdilər deyən. Çox nahaq yerə inanırsınız. Siz rəsmi verdilər. Bu dövlətin böyük qurumudur, bu Respublika Prokurorluğu. Verir ki, əlimizdə video var, məhkəmə təqdim edir. Yəni bu qədər də deyil. Deməli, Əvəz Zeynalını həbs edib, aparıblar, həbs eləməyiblər. Deyiblər ki, Əvəz müəllim, 1-2 saatlıq siz orada sizdən sorğu soruşacaq. Deməli, bunlar fikirləşirlər
fikirləşirlər ki, vaxtı uzatsınlar, prezidentdən razılıq alsınlar Əvəz Zeynalını həbs eləmək üçün. Bunlar vaxtı uzadırlar, biz də bilmirik. İndi orada dapros deyirlər də, indi danışırlar və oradan Əvəzə icazə verirlər 1 dəqiqəlik məndən danışsın ki, mən buradayım da, yəni mən narahat olmayım ailəsi olaraq. Və dedi ki, mənə deyirlər ki, mən Rasim Məmmədovun bağına getmişəm. Mən Əvəz Zeynalının yanındayam 25 ildir. Bir addım mənsiz bir yerə ayağına qoymayıb bu adam. Mən çox gözəl bilirəm ki, Əvəz Zeynallı, Rasim Məmmədovun bağın harda olduğunu ümumiyyətlə dronla belə Axı onların kameraları da var. Bilmir. Həm də kameraları. Mən çox Çıxart təşəkkür ortalığa edirəm da. buradan Gülnaz Qəmbərliyə. Gülnaz Qəmbərli mənə sual verdi ki, Məlahət xanım, o kamerası yoxdur. O video görüntülər Hə. bu gün də var, YouTube kanalında var. Hə. Birdən ağlıma gəldi, dedim, bəli, kameraları var. Bu Var. adam həbsdədir. Bəli. Bu adamın axranaları var. Bəli. Axranaları var və milyardları var. Bu Bəli. adamın kamerası olmayacaq ki. Var, təbii ki var. Çıxardın dedim, mən hələ baş prokurorluğun qarşısındayım. Biabırçılıqdır. Vüqar bəy, biabırçılıqdır. Mən çıxdım oradan, dedim ki, bəs əgər belədirsə, Əvəz bəy onun bağında olubdursa, buradan elçini çıxartmaq istəyirlər, bilirsiniz? Bəli, Əvəz bəli. gedib bağa, bağda Yəni ona kimsə birbaşa verib. birləşdirirlər Bəli, onu özləri. birləşdirməyə Bəli, çalışırlar. birləşdirirlər. Dedim, zəhmət çəkin kamera görüntülərini verin. Nə oldu Vüqar bəy? Yoxdur ortada heç nə. Bir günün içində o şeyi dəyişdilər. Deyəcəklər ki, şey xarab olub, kamera xarab olub. Yox, onu dəyişdilər. Əvəz Zeynallı onun bağında olmayıb dedilər. Halbuki Əvəz Zeynalını ona görə tutublar ki, sən onun bağında olubsan, Mehriban Nəcəfova da səndən şikayət eləyib. Əvəz Zeynallı, biz onu tələb eləyəndən sonra bunların ağlına batdı ki, bunlar ifşa olunurlar. Təsəvvür eləyirsiniz? Bəli. Ondan sonra onu yığışdırdılar. Onu için içindən atdılar ümumiyyətlə. Və Əvəz indi vaxtı var, oxuyur, həmişə danışırıq, söhbət eləyirik. Bir oxuyuram, bir deyirəm ki, yəni mən bu qədər hörmətsizəm ki, bu qədər nağıl yazmısınız bura. Hə? Mən yəni o qədər hörmətsizəm. Siz bilirsiniz ki, mən Ankarada təhsil almışam, hüquq təhsilim var. Mən bunu sizin yazdıqlarınızda Teymur Qarayev, qapqara olsun üzü onun. İngilis dili bilir deyə onun vəzifəsini, rütbəsini qaldıra-qaldıra gedirlər. Ay balam, siz açın görün bunun işlədiyi işlər nədir? Bir baxın da, görün onun işlədiyi işlər necədir? 3 dənə normal, ağıllı bir hüquqşünasa verin. Görün o orada nə cür iş işləyir? Yəni bu tarixdir, bu ona nə deyirlər? Sabah da deyirlər arxivi yandırdıq. Bunlar o da var onlarda. Bu işlər CEO deyə, iş deyə, cinayət işi deyə, bunlar papkalarda olur da hardasa. Yəni Teymur Qarayev əbədi deyil ki bir yerdə. Bir adam gələcək, o papkaları çıxardacaq, baxacaq da ki, sən burada nə etmisən yəni? Hə? Bunu mən deməliyəm. Hə? Kəmran Əliyev, bunu mən deməliyəm. Sənin əməkdaşındır bu. Bir baxın, ayıbdır. Siz tutaq ki, çox üzr istəyirəm, bir savadsız adamın işini düzəldirsiniz də. O savadsız adam olsa başa düşməyəcək. Bədbaxtların heç imkanı da yoxdur ki, gəlsin bir vəkil tutsun, ona baxsın. Amma biz varıq axı, biz oxuyuruq axı bunu. Hə? Siz necə o Teymur Qarayevin əlinə verdiniz? Bir məsələyə də toxunmaq istəyirəm. Elnur çox-çox xahiş eləyir ki, Məlahət xanım, bunu həmişə xatırladın. Deməli, Elnuru səhərsi günü həbs eləyib aparanda baş prokurorluğa Elçin Məmmədov var, baş prokurorun müavini. Deməli, o təzyiq eləyibdi Elnura. Çox ciddi təzyiq eləyib. Bilirsiniz nə deyib? Deyib ki, sən Kərəm Həsənovdan böyük adam deyilsən ki, o Fərhad Əliyevin üzünə dayandı. Vay, 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 vay. Sən indi bir yeraza görə gedib oturacaqsan orada. Bir yeraza görə. Baş prokurorumun müavinidir. Təsəvvür eləyirsiniz? Vüqar bəy, mən dəhşətə gəlirəm. O Əvəz deyirdi, Əvəzin bir çıxışı var. Bu günlərdə də paylaşırlar ki, hər yerə bir dənə, nə bilim, nəyi qoyublar. Demək istəmirəm, dilimə uyğunlaşdırmıram. Savadsız bir savad qoyublar. Bunlar cəngəllik qanunları ilə idarə edirlər məmləkəti. Belə olmaz. Özü elə bilirlər ki, millət belədir. Biz bu milləti görmüşük. Ayağı qalxanda da görmüşük, oturanda, sakit oturanda da görmüşük. Vay, vay, vay. Yəni siz nəyi əldə eləmək istəyirsiniz? Orada Elnurun təzyiqi qalxıb. Orada Elnurun az qala dili qatlanıb. Elnur huşunu itirib. Elnurun atasını gətiriblər. Atası Elnurla danışmalıdır. Atası bilirsiniz nə deyib? Deyib, məni görüşdürün oğlumla. Zakir müəllim. Allah onun ömrünü uzun eləsin. Görüşüb Elnurla. Deyib, sən Əvəz Zeynalının üzünə dayansan, sənə verdiyim çörək haramın olsun. Mən deyib, Cəllabadda başımı qaldırıb bir adamın gözünə baxa bilmərəm. Sənə haram olsun. Deyib çıxıb.
Və Elnur Şükürov planı alınmayıb. Elnur Şükürov planı alınmayıb bunlarda. İndi mən oradan gəlmək istəyirəm bu tərəfə. Bu tərəfə. Siz təsəvvür eləyin ki, yəni məhkəmə də getdi. Əli Məmmədov, mən buradan ilk dəfə olaraq səsləndirirəm o məsələni. Bizə informasiya gəldi. Mən onu dəqiqləşdirəcəm həqiqətən də. Deməli, bizim maaşla dolanan Əli Məmmədov, Əvəz Zeynallıya 9 il iş verən Əli Məmmədov, deməli həmin o işdən sonra təxminən 100 minlik maşın alıb. Təxminən 500-600 minlik də kosmos var şeydə, Nərimanovda. Orada binadan nə bilim 300 kvadrat metrlik, 400 kvadrat, onu yalan deyərəm, kvadratını bilmirəm. O kvadratda bir ev alıb özünə. Və bu adam İtaliyaya səfərə gedirmiş. İtaliyaya səfərə gedirmiş. Bunu İtaliyaya səfərə buraxmayıblar. Bilirsiniz niyə? Çünki bunların adı qara siyahıdadır. O yadınızdadır, departament. Bu ağır cinayətlərə dair məhkəmənin hakimi idi. İndi apellyasiyadadır. İndi deyirlər ki, apellyasiyadan da aparacaqlar ali məhkəməyə. İnam Kərimov onu yaxşı qarşılasın, güllə çiçəklə qarşılasın. Hə, o gəlir, ora gedəcək. Yəni nə deyirlər, o da olur. Siz təsəvvür edin ki, bu adam İtaliyaya buraxmayıblar, geri qayıdıb da. Yəni o deyir, Xədicə bəzəkdə qaldı, nə bilim nə. Bu qayıdıb geriyə. Yəni demək istəyirəm ki, Əli Məmmədov heç yəni bir şey ortada olmaya qıpqırmızı qalxdı dedi hamının içərisindəki Əvəz Zeynalın bütün qarşı olan bütün ittihamlar öz təsdiqini tapmışdır. Nə ilə tapdı? 11 ay məhkəmə getdi. Nə ilə tapdı? Necə tapdı Əli Məmmədov? Vallahi. Bu günləri Əvəz bəyin o durumuna düşməsində Vüqar bəy, bu gün Əvəz bəy yaşam mücadiləsi aparır. Bugün xərçənglə yaşam mücadiləsi aparır. Bugün həmin adamların üstündədir Əvəz bəyin haqqı və günahı. Onlara halal eləmirik. Nə Əvəz bəy, nə mən. Yeyə bilirlərsə o çörəyi, yesinlər. Heç birimiz onlara halal eləmirik. Əgər mənim dövlətim həqiqətən də qanuni dövlət olsaydı, mən müraciət edərdim ki, cənab prezident, bəlkə xəbəriniz yoxdur. Bu adamlar bu işlərlə məşğul olublar. Bu insanlar Azərbaycan dövlətinin qanunlarını tapdalayırlar. Mən onu deyərdim. Vüqar bəy. Bu günləri Əvəz bəy, bax ki, 4-cü stadiyada, mən səhər-səhər mütəxəssisin yanında olmuşam. Sizə gələndə dedim ki, çox yeni xəbərlərlə gəlmişəm Vüqar bəy. Onkoloqa getmişdiniz, hə? Bəli. Deməli, mən çox tanıdığım və inandığım, çox hörmət bəslədiyim onkoloqun yanına getdim. Adını istəmirəm çəkim, çünki icazəsini almadım. Və o baxdı bu sənədlərə. Bu sənədlər də Milli Onkologiyada Əvəz bəyin analizlərini götürüblər və həmin analizlərin nəticəsi olaraq o nəticələrdir. İki onkologiya var. Biri 20 yanvardakı. Biri Milli Onkologiyadır, biri də Azərbaycan Tibb Universitetinin onkoloji mərkəzidir. Yəni o Milli Onkologiya, Cəmil müəllim olan yerə getdi. O 20 yanvardakı. O da nə üçün gedib? Çünki biopsi götürməyə ora aparmışlar. Ədliyyə Nazirliyinin müqaviləsi həmin oraylandı. Ora aparmışlar da biopsi götürmək üçün. Biopsi götürüblər, MRT-dən, KT-dən, nə bilim nədən keçirdiblər. 2 dəfə aparıblar. Bir dəfə aparıblar, şübhəli gəlib. 2-ci dəfə aparıblar və 2-ci dəfə dəqiqləşdiriblər. Narkoz altında biopsi götürüblər, 2 dəfə aparıblar və o 1-ci dəfə çox şübhələniblər və görünür ki, haralarsa məlumat verməlidirlər, veriblər və deyiblər ki, dəqiqləşdirin, dəqiqləşdiriblər və deyiblər. Bu, deməli, təxminən fevralın axırı, martın əvvəli. Fevralın axırı. Bəli, bəli. Hələ ona da qayıdacam ki, nə qədər uzatdılar. O vaxtdan deməli bu proses gedir bilirlər. Uzatdılar. Hələ biz deyirik 4-cü mərhələdədir də. Düzdürmü? Mütəxəssis deyir ki, 4-cü mərhələdədir. Çox sürətlə yayılır. Məlahət xanım, mənim burada eləyəcəyim bir şey yoxdur. Çox sürətlə yayılır. Yoxun bağırsaqdan yayılır da o. Yayılır, bəli, qaraciyər atır. Görün ki, nə edirsiniz. Mən bilirəm ki, bu məmləkətdə Vüqar bəy yeganə söz sahibi prezidentdir. Mən bilirəm onu. Və mən ona müraciət edirəm ki, bu millətin, bu xalqın, bu dövlətin bu cür mərd oğlunu güdaza verməyin. Onu mən indi bizim səsimizin prezidentə gəlib çatıb-çatmayacağını deyə bilmərəm. Çünki prezidenti bu bilirsiniz, mən sizə bir şey deyim. Başı çox qarşı, xaricdə səfərlərdə 5 gündə ölkədə yoxdur. Çox adam belə deyir. Mən sizə bir şey deyim. Prezident oturub saatlarla hansısa verilişə baxmır. Baxmır, xeyr. Sadəcə lazım gələn hissəni 1 saniyə, saniyə, 3 saniyə, 5 saniyə kəsib ona verə bilirlər. Bilirsiniz, kəsirlər
balaca bir yeri deyirlər ki, baxın, burada bu cür danışın. Yəni çatdırırlar. Mən inanmıram ki, prezident yəni heç nə xəbərsizdir, elə bir şey yoxdur. Yəni elə bir şey yoxdur. Mütləq şəkildə prezidentin hər şeydən, ölkədə baş verən hər şeydən, Mələt xanım, göydə quşlardan, yerdə balıqdan, dənizdə balıqdan, hər şeydən xəbəri var. Azərbaycan Respublikasının qanunu var. Bu cəza çəkmə məcəlləsi, nəsə belə bir məcəllə var bizdə. Onun 167-ci maddəsidir mən bilən. Orada həbsxanadan deməli azad olunma, yəni vaxtından əvvəl. Elə xəstəliklər var ki, Nazirlər Kabinetinin qərarıdır. Qərar var. Elə xəstəliklər var ki, o xəstəliklərə tutulan adamlar, onun deməli müalicə müəssisələri var da, Ədliyyə Nazirliyində baş tibb idarəsi var. Onlar bilənlə təsbit eləyəndən sonra ki, bu adamda bu xəstəlik var, yenidən məhkəməyə müraciət eləyirlər və onun cəzası dəyişdirilir. Söhbət ondan gedir ki, yəni biz hər şeyə prezidentin üzərinə getmək də düz deyil. İndi mən sizə deyim. Prezident əfv eləyə bilər, düzdürmü? Mən sizə deyim. Amma bu axı prezidentə qədər gedib çatana qədər Ədliyyə Naziri öz boynuna düşən yükü eləməlidir. Qanun ona verdiyi imkanı istifadə eləməlidir. Sistem buna imkan vermir. İmkan vermir. Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyinin tibb müəssisələrinin verdiyi rəyləri qəbul etmir. Nədən etmir? Bəs onda niyə aparır onkologiya? Bu cür istəyir. Bilirsiniz, bu cür idarə edir. Siz deyirsiniz ki, tibb məntəqəsinin onkologiyanın müqaviləsi var. Yəni Ədliyyə Nazirinin, düzdürmü? Bəli. Onkologiyanın müqaviləsi ona görədir ki, bunda o şərait olmadığına görə bu cür xəstələr göndərilir milli onkologiya, oradan cavab alınır. Bəli. Ya onda bu milli onkologiya etibar eləmirlər. O etibar eləmirsə onda niyə müqavilə var? Getsin Gürcüstanla müqavilə baxsın. Siz dedikləriniz o qədər məntiqlidir ki, amma bunlar məntiqlə işləmirlər. Ya da əgər bu çıxardıb bunu araş verirsə ki, bu adamın xəstəliyi bunu Ədliyyə Naziri də saxlaya bilməli. Bu qanuna ziddir. Bu cinayət baş verir orada. Əvəz bəylə bu gün müalicə müəssisəsində otaq yoldaşı deyirlər də var idi. Onun onurğa sütununda deməli onkoloji xəstəlik, xərçəng metastaz verib beyinə gedir. Onurğadan. Adamın cümlətanı 2 ay qalıbdı ki, kalendarını deyirlər də təqvim müddəti bitsin. 2 ay qalıb. Buraxmırlar. Amma adamın ömrünə 10 gün, 15 gün müddət qalıb. Buraxmırlar. Buraxmırlar ki, son günlərini heç olmasa ailəsinin yanında keçirsin də. Cinayətkar deyil, qatil deyil. Bizim ölkədə qatili dəlixanaya salırlar, oradan da çıxardıb qaçırdırlar. Bu bizim ölkədir. Amma adam dəli deyil, vergidən yayınıb. Başınıza dönün, vergidən yayınan adamı öldürməlisiniz içəridə. Yayınıb cəriməsini qoyun, gətirsin verginizi ödəsin də. Hə? Ona görə adamı öldürməlisiniz içəridə. İndi Əvəz Zeynallı nə qədər ictimai təhlükə yaradır ki, bu adamı ölənə qədər, o axırıncı stadiyaya gələnə qədər saxlayıbsınız, bilərəkdən eləyibsiniz. Onu saxlamaq ixtiyarı yoxdur. Bilərəkdən eləyibsiniz. Bu xəstəlik aşkar oldu. Aşkar olan kimi Ədliyyə Nazirliyi məsələ qaldırmalıdır. Bəlkə heç birinin nə övladı var, nə yoldaşı var, nə atası var, yetimdir. Heç kəsi yoxdur bu adamın. Bu adam xəstəxanaya düşübmü? Nə qədər adamlar var. Yox, mən başqa şey deyirəm. Mələt xanım. Bir adamın heç kimi yoxdur, amma kanser xəstəsidir. Bunun üçün kim müraciət eləməlidir məhkəməyə? Deməli, məhkəməyə müraciət eləyirsiniz də. İndi biz müraciət eləmişik. Səhər biz müraciət elədik məhkəməyə. Siz müraciət edirsiniz də, amma kimsəsiz birinin. Vəkillər müraciət elədi. İndi bu bilirsiniz nə cürdür? Bunu deməli müalicə əvvəllər necə idi? Müalicə müəssisəsinin rəhbərliyi, ondaydı bu deməli səlahiyyətlər. Xəbər verirdi ki, mənim filan tutaq ki, məhbus artıq bu cür xəstəliyə tutulub. Rəy verirdilər. O rəy əsasında da siz dediyiniz kimi vəkillər müraciət edirdi məhkəməyə. Məhkəmə də qərarı dəyişirdi. O cəzanı yüngülləşdirirdi. Həmin o dediyiniz başqa bir cəzanı əvəzləşdirirdi və yaxud da buraxırdı, baxırdı vəziyyətinə. Həmin o maddələrlə. Bu yaxınlarda bir icra başçısı vardı. Maddələrdir. Kürdəmirin Yevlağın icra başçısı. Bu dedikləri yüngülləşdiricilər ancaq məmurlara aiddir. O rüşvətxor, korrupsioner məmurlara aiddir. Bəli, 100 milyon yedir, bir ailə adamlara aidiyyəti yoxdur. Söhbəti ona gətirmirəm. Onu deyirəm ki, yəni bu adamlar fikirləşirlər ki, yəqin ki, mən elə fikirləşirəm ki, yəqin ki, bunlar fikirləşirlər ki, burada bilirsiniz, rüşvət və korrupsiya olan yerdə o gün prezidentin bir çıxışını da yaymışlar. Nə qədər ki, rüşvət və korrupsiya var, ölkə ayağa qalxa bilməyəcək. Mən bilməm, o Azərbaycan haqqında demişdi. Yox, o Ermənistan haqqında başqa bir ölkə haqqında montaj eləmişdir. Mən də sevindim ki, bəlkə Azərbaycan haqqındadır o söz. Zaten Azərbaycan haqqında da prezidentin
Dönə-dönə Var, çıxışları var elə. dönə-dönə çıxışları var. Var, bəli, var. İcra hakimiyyətlərlə bağlı, nazirlərlə bağlı Var. Hərdən mən özüm açıq-açığına də fikirləşirəm ki, Bəli. bəlkə həqiqətən də bu məlumatlar səhv gedir. İndi demirəm, söhbət mövzusu o deyil. Söhbət mövzusu odur ki, əvvəllər bunu rəislər eləyirdi. Amma indi o rəislərin əlindən alıblar, veriblər. Birbaşa Ədliyyə Nazirliyinin yeni nazirimiz gələndən sonra Fərq görünür müəllim. ki, mən onu necə deyirlər, bu mətbuat nümayəndəsiyik də, mən onu tənqid etmək istəmirəm. Təzə gəlib, yeni gəlib. O qədər böyük şəbəkələr var ki, ola bilsin mümkündür ki, o şəbəkələri dağıtmaq lazım gəlir bir çox hallarda. Amma bunların hamısı insanların həyatına başa gəlməməlidir. İnsanlar qurbanlıq deyil. Siz bunları, bu yenilikləri eləyirsiniz, bu islahatları eləyirsiniz. İnsanlar qurbanlıq seçilməməlidir, Vüqar bəy. Hər şey bir dövlətdə insanın, nə bilim, bu rifahı üçün olmalıdır. Hər şey insanın yaxşı yaşaması üçün olmalıdır. Siz bunu eləyirsiniz də yenilik. Mən yenə deyirəm, bir şey demirəm. Amma baxın, bugün Əvəz bəy var, bugün müalicə müəssisəsində 200-dən çox o cür xəstə, ona yaxın xəstə var. Ona yaxın xəstəsi var. Ona yaxın, hələ bəlkə də çox. Penitensiar xidmətdə. Penitensiar xidmət neynəsin? Penitensiar xidmət, çox vaxt biz penitensiar xidmətin üstünə düşürük, Vüqar bəy. Penitensiar xidmətin işi, məhkəmələr qərar verir, hökm verir, adamı göndərir, bunlar saxlayırlar. Bunu mənə veriblər əmanət, mən bunu saxlayıram. Yəni penitensiar nə edə bilər? Türmələr, düzdür, deyirik ki, məhkəmə buraxılmalıdır. Türmələrdə, nə bilim, çatışmayan şeylər var, bunlar nə bilim, nə. Mən görürəm gözümün qabağındakı Mir Salih müəllim necə işləyir, Seyidov. Əvvəl o nömrəli cəza çəkmə müəssisəsinin rəisi idi, sonra gəldi poetaplı mərhələ, indi də penitensiar xidmətinin rəisidir. Yəni mən bilirəm ki, o nə cür işlər aparır da. Siz təsəvvür eləyin ki, əvvəl dedilər ki, bu çörək bişirmək nə olan şeydir. Məsələn, məhbusların dediyini deyirəm. Bəli. Çörəyi elə gətirilmişlər ki, məhbuslara yemək mümkün deyilmiş. İçi bütün xəmir mən üstündə görmüşəm onu, belə biz belə sıxmış eləyəndə sıxırsan. Su tökülür içində, tuş. Deməli, bu Mən Bali həbsxanasında onu yemişəm. Xidmətdə ilk islahat oldu ki, çörəklər həmin o deməli təcridxanada, həbsxanaların özündə bir yer yaratdılar. Pekarna elədilər. Nə böyük şeydir, nə çətin şeydir, ay Vüqar bəy. Bunu gəldilər. Bugün çörəklər orada mı bişirilir? Həm işləyirlər, həm də ki, çörək təzə-təzə, heç daşımağa da puldur da, düzdürmü? Daşımırlar. Ona da bir əməkdaş lazımdır. Buradan da isti-isti cəmaata verilir. Onun qarşısını aldılar. Nə tənə qarşısını? Onun qarşısını aldılar. Monopoliyada olmaz. Olmaz. Yəni elədilər, sonra qarşıda alındı. Bəli. 2000 adam olan həbsxanada ən azı 2000-i bölün 4-ə. Nə qədər çörək gedir də, düzdürmü? Siz təsəvvür eləyin ki, o çörəyi satan adam monopoliyadır. İmkan vermədilər. Dayandırdılar, bütün səxləri dayandırdılar. İndi deyəndə biz düşəcəyik indi penitensiar xidmətinin üstündən. Penitensiar neynəsin? Penitensiar o qapını açmışdı da, qoymadılar. Bizim gözümüzün qabağında qoymadılar. Vüqar bəy, o kimdirsə kimdir. Kimdirsə kimdir. Dedi, çörəyi mən satacağam ora. Sən kimsən ki, sən orada çörək pekarını açırsan? Qoymadılar. Çörəyi satan adam varsa, deməli orada atqat məsələsi də var da. Burada zaten bizdə bu şeylərin baş vermə səbəbi o da atqatdır. Başqa formada danışırıq. Mən yenə qayıdıram Əvəz bəyə. İndi nədir, nə yerdədir? Biz dəfələrlə müraciət eləmişik. Əvəz bəyin adından anası, mən. Keçən il bilirsiniz, siyasi məhbuslar əhvə düşmədi. Bu il dedilər ki, Məlahət xanım, yeniləmək lazımdır. Mən öz adımdan müraciət elədim prezidentə və Əf komissiyasına. Müraciət elədim ki, Əvəz Zeynallı xəstədir. Xahiş edirəm ki, onun öz səlahiyyətlərimizdən istifadə eləyərək Əvəz Zeynallının azadlığına çıxmasına göstəriş verəsi. Ya nəsə, istəyirsinizsə eləyəsiniz. Orada bir prosedur qayda var da. İndi söhbət nədən gedir? Komissiya getməlidir, komissiya rəy verməlidir. Mənə dəfələrlə dedilər ki, Əvəz bəyin adı siyahıdadır. Bunu mətbuatda da dedilər. Və bugün məlum olur ki, Əvəz müəllimin siyahısı, Əvəz bəyin siyahısı yoxdur. Əvəz bəyin adı siyahıda yoxdur. Bəs mən dedim ki, indiki göndərmişəm. 2 iclasız var da. 2 iclasa çıxacaq da. Bir nəfər müzakirə etmək nə yaman çətin şeydir ki. Müzakirəyə çıxardın, adam ölür. Sabah siz mənim heç nəyimə lazım deyilsiniz. Elə demir. Yox, elə də axı. Ay Vüqar bəy, reallıq budur. Biz nə qədər gizlədəcəyik ki? Nəyə gizlədirik biz? Əvəz bəy zaten internet kanallarına baxmaq imkanı yoxdur. Əvəz bəyin özü bilmir həqiqət.
Bilir ki ağırdır, bilir ki ağrıyır, amma bilmir ki bu dərəcədə. Yəni Yəni özü tam məlumatlı deyil. sabahları mən yenə deyirəm, Əvəz Zeynallı bu ölkədə siz də tanıyırsınız ay Vüqar bəy. Bu adamın Türkiyədə nə cür imkanları olduğunu mən bilirəm. O Türkiyədə də qala bilərdi. Fəaliyyətini orada da davam elətdirə Bəli. bilərdi və onu o necə ki xaricdən gətirirlər, o söyüş söyənləri, o necə deyirlər, ona nə deyirlər, padnusa gətirirlər ki, Bəli. baxın hələ stolun başında da oturdurlar. Bilirsiniz, Əvəz Zeynallı elə olmayıb. Əvəz Zeynallının hər saniyəsi bu dövlət üçün, millət üçün, xalq üçün olub. İndi siz nə eləmək istəyirsiniz? Siz hamıya görk eləmək istəyirsiniz ki, baxın, Əvəz Zeynallının başına nə oynaşdıq, millət. Gördünüz sizin dilinizi, danışan dilinizi, eşidən qulağınızı. Gördünüz necə susturduq. Onu mu demək istəyirsiniz? Hə? Mən səhər yuxudan durandan, səhər saat 5-də yuxudan durmuşam. Nə bilim, gecə də saat 3-də yatmışam Vüqar bəy. O imzaları toplamaq. Mən həmkarlarıma təşəkkür edirəm, ictimai siyasi xadimlərə təşəkkür edirəm. Hamı cəmləşdi, hamı əl-ələ verdi. Tanınmış simalar var, əməkdar jurnalistlərimiz var. Sağ olsunlar. Yəni inandığımız, heç tanımadığım adamlar var. Hamısı Əvəz bəyə imza topladı. Mən də onları həmin hazırladım və çalışdıq ki, bu günləri mən bilmirəm, göndərəcəklər yoxsa yox, göndərməli idilər prezidentə. Biz müraciətimiz də eləmişik. İşləyirik Vüqar bəy. Mən səhər tezdən onkoloqun yanında olmuşam. Ondan sonra ombudsman Səbinə xanım Əliyevanın yanında olmuşam. Görüşdünüzmü Səbinə xanımla? Görüşdüm Səbinə xanımla və çox təşəkkür eləyirəm ona. Mən başa düşürəm hansı ölkədə yaşayırıq. Yəni əlindən gələni hiss olunur ki, əlindən gələn bir şeyləri eləməyə çalışır. Eləyə biləcəkmi? Eləyə bilməyəcəkmi? Bunu artıq zaman göstərəcək. Bunu mən deyə bilmərəm. Valla Amma mən ən azından təşəbbüs sadəcə var ortada. bəzi şeylər eləmək üçün balaca bir qalaca cürətə ehtiyac var. Başqa şey ehtiyac yoxdur. Hər kəs qorxur, hər kəsdən qorxur, hər şeydən qorxurlar. O cür stollarda otura bilməzlər Vüqar bəy. O da Otura var. bilməzlər. Bəli. Heç kəs Cürətli burada adam o stolda ağıllı, otura bilməz. ola bilməz. Yəni cəsarətli, nə bilim ağıllı. Bu məhkəmədə bunun üzünə duranlar var idi. Məsələn, Azər Avtoyoldan. O Nə indi bilim- təsəvvür edin ki, ali məhkəmə həmin maddəni ümumiyyətlə çıxartdı. Ki Niyə? bu təsdiqini tapmadı ona görə. Deməli siz maddəni qoyacaqsınız. Özə 2 ay çıxartdılar ona görə. Həm maddəni də çıxartdılar. 2 ayda Əvəz Zeynallının 9 ilindən çıxartdılar. 8 ay, 10 Axı bəs birinci instans məhkəməsində onu vermişdilər. Ondan hakim 2 eləmişdilər. maddə qalmışdı. Biri Rasim Məmmədov, Aha. biri də deməli indi hərdən mətbuat, media 10 dənə bu prokuraturanın maddələrini oxuyur. Mən buradan onlara da səslənirəm ki, çalışıb özünüzü öldürməyin. O maddələrin heç biri qalmadı Əvəz Zeynalda. Hamısı düşürtdülər. Bir qalıbdı hədə qorxu şantaj yolu, nüfuz alveri. Bəs onu Əvəz kimə Zeynalın hədə çox qorxu böyük gəlibdi? nüfuz. Rasim Məmmədova. Rasim Məmmədova həm pul alıb, həm hədə qorxu gəlib. Hədə qorxu gəlibdi ki, pul ver. Bu Əvəz Zeynallını bilirsiniz də. hardan? Bu sübut da Əvəz yoxdur axı Zeynalın ortada işte. BTR var, tankı var, nə bilim İskəndəri var. O Əvəz Zeynallı, Əvəz Zeynallı, Rasim Məmmədov nə ilə Rasim şantaj edir? Məmmədova Rasim bağını- Məmmədov türmədədir, düzdür? Yox, Şantaj bilirsiniz bu nə olar cürdür ki- məsələ? Bilirsiniz nə cürdür məsələ? Hə. Bunlar deyir ki, hədə qorxu şantaj, özə mən deyirəm də, bu mətbuatda verilən bir şeydir Aha. ki, Rasim Məmmədovun axranası olub, mühafizə dəstəsi olub. Onlar gəlib Zülfiqarlı qardaşlarının zavodunda avtomatla vurublar yuxarı. Hə. Əvəz Zeynallının avtomatı olmayıb. Əvəz Zeynallının heç nə bilim, bundan başqa heç nə olmayıb. Mən bir şey deyim, dostlar. Mən səni necə şantaj edə şantaj bilərəm? bax eləməyə bir Sən yolu. ordun var, ordun. Mən səni necə şantaj edə bilərəm? Necə Türmədə hədə qorxu ola. gələ bilərəm? Türmədədir. Özə Bu buna da türmədə olan deyiblər. adamın nəyini şantaj eləyir bu? Deməli bu Rasim Bu nə ilə Məmmədov qorxuduqdur? bir məqama da Sən toxunur. tutturacağam deyib. Rasim Məmmədov deyən ki, əl çəkməyəcəm, işin ağırlaşacaq da. Zaten o Yəqin işi Rasim Məmmədov bilmir ki, o nə işlər görüb ki, onun işi nə boydadır. Keçən Ərzə rəhmət. Deməli bu nədən gedir söhbət? Yəni bir də türmədə olan adamı desən, sən Rasim tutturacağam. Məmmədova Adam aldatdılar. türmədədir. Rasim Məmmədova aldatdılar. Rasim Məmmədov bəli. Bakı İstintaq Təcridxanasında olanda özə qorxurlar ha o cür adamlar. Fikirləşir Mən o ki, kişiliyi çatmadı bu- ki, deyəkən məni öyrətmə. Mən bu belə şey alət məhbusların eləməm. arasında bilirsiniz də belə bir yazılmamış qanun var da. Kim satqındır, üzə durandır, kim belədir, onları cəzalandırırlar öz aralarında. Ta qanuna gedib çıxmır. Bildiniz? Bu qorxusundan Rasim Məmmədov qorxusundan hamıya deyir ki, nə danışırsınız? Mən gedəcəm məhkəmədə, deyəcəm ki, məni məcbur elədilər, Əvəz Zeynallının üzünə dayandım. Gedin Əvəzə deyin, arxayın olsun filan.
Mən də bilirəm axı. Mən bilirəm. Bilirəm Rasim Məmmədov gələcək, qıpqırmızı dayanacaq Əvəz Zeynalının üzünə. Niyə? Çünki axırıncı dəqiqə yuxarıdan ipi çəkəcəklər ki, marionet kimi. Rasim Məmmədov, sən kimsən ki? Sən gedəcəksən Əvəz Zeynalının üzünə də dayanacaqsan. Axı Rasim Məmmədovla Əvəz Zeynalı görüşməyib. Bu necə unutulur? Bu deməli bilirsiniz, rəzalət deyil. Hədə qorxu nədir? Vüqar bəy, biz qarşı-qarşıya oturmalıyıq. Mən sizə hədə qorxu eləməliyəm. Mənim səs tonum, mənim o sizi necə deyərlər, hədə qorxu eləyəndə çəkdiyim dəlillər, hamısı rol oynayır. Mən bu tombulun vasitəsi ilə mən necə sənə hədə qorxu gələ bilərəm? Mən necə sənə hədə qorxu eləyə bilərəm? Bəlkə mən demişəm ki, gələr bir belə eləyərik də, bəlkə mən belə demişəm. Elçin gedib sənə deyibdi ki, bilirsən nə dedi? Dedi ki, filan şey. Yenə ortada Elçin Sadıqovdur ya yox? Qanun. Hardasan? Qanun. Hardasan? Elçin deyib də bunu, ortada olan adam deyib. Sən nə bilirsən ki, mən sənə hədə qorxu eləyirəm, şantaj eləyirəm? Buna Elçin deyib də, sən məni görməmişsən axı. Nə səs danışmamışam. Sən məni görməmişsən. Nə üzbəüz görməmişik bir-birimizi. Bəs necə mən səni qorxutdum, təhdid elədim. Dedim ki, sən həbsxanadasan. Nə dedim, səni tutturacağım ha, Rasim Məmmədov. Bu anası ölmüş türmədədir da. Özdə bu Nazim Məmmədov deyirəm, o keçmiş deputat. Bəli, nə idi onun adı? Nazim müəllimdən nəsə. Nazim müəllim, hə. Nazim müəllimin deməli bu zavoduna hücum çəkirlər. Kişi durur gedir ki, zavodun həyəti doldu bir 90'a yaxın, 100'ə yaxın idmançı ilə işçilərin döyüblər. Qapıları açıblar, bunun malını daşıyırlar. Günün gün orta çağı. Quldur dəstəsidir. Rasim Məmmədov bilmir nə qanundan danışırlar. Vüqar bəy, dəsmal götür ağla. Mənə qanundan danışırlar. Yəni silahlı, milahlı gedib cəmaatın malını daşıyırlar. Deyirəm, mən malım var da, deyirəm, sən kimsən, bu sənin deyil, bura bizimdir. Yəni biabırçılıqdır bu. Özə, çox üzr istəyirəm. O quldurlar gəlirlər, prezidentin adından istifadə edirlər, Mehriban xanımın adından istifadə edirlər ki, onun göstərişidir. Kimdir gedib onlardan öyrənən ki, sizin göstərişdir, ya yox? Ya yox. Heç kəs heç nə deyə bilmir. Heç nə demir. MTN nə qədər o cinayətlə məşğul oldu, düzdürmü? Adam oturub evində. Tək o yox. 2 dənə, 3 dənə əl buyruğunu tutublar, Mövlam Şıxaliyev kimi. Oturub adam evində, adam heç dünya vecinə deyil. Heç umurunda deyil heç nə. Nə qanun, nə dövlət. Siz olmayan 20 minə görə, ortada olmayan, barmağının ucu dəyməyən 20 minə görə Allah özü şahiddir. Siz Əvəz Zeynallıya 9 il iş vermişsiniz, bu xəstəliyə düçar elədiniz. Bir dənə Rasim Məmmədov batı üstündə. Ondan başqa Elçin Sadıqov üzünə dayanıb, Rasim Məmmədov üzünə dayanıb. Başqa heç bir şey yoxdur. Yəni o Azər Avtoyoldur, nə bilim, hamısı getdi, hamısı. Bizim hakimiyyətidir. Bunu da götürə bilərdilər. Amma götürsələr gərək Əvəz Zeynalını buraxsınlar axı. Onu eləyə bilmədilər. Ona görə qaldı. İndi gedib orada-burada danışır ki, bu tombul. Orada-burada danışır ki, bilirsiniz, mənə görə tutmayıblar ki, filan kəsər üzünə dayanıb. Mən burada xalqıma, elimə, günümə, hamıya elan eləyirəm, heç kəs. Onun işinə görə Elçin Sadıqovun üzə duranlığı və Rasim Məmmədovun üzə duranlığı hesabına bugün Əvəz Zeynallı içəridədir. Biləsiz, başqa heç bir maddə qalmayıb. O hər dəfə sizlə də deyəsən. Və bu günləri mən tələb eləyirəm, baş prokuror Kamran Əliyev, mən sizə səslənirəm. Elçin Sadıqovun işi niyə ayrılıb? Niyə o işə baxılmır? Hardadır sən qanunların? Sən qanunlara necə baxırsan? Ayrılmamalıydı. Niyə ayrılıb o da bəli. Bu adam deməli işin içində üzə durmağa gətirilir, amma işin içindən ayrılır. Niyə? Mən də sual verirəm, niyə? Deməli sizin əməliyyatı yerinə yetirib də, belə çıxır da. Deməli sizin sifarişləri yerinə yetirib də. Vüqar bəy, biz mətbuatdayıq, deyilmi? Biz normal adamlarıq da, dil bilən adamlarıq. Gəlib demək olar ki, Əvəz Zeynallı, sənin mətbuatın mənə lazım deyil. Bilirsiniz nə deyirlər? Birdən gedər xaricə, xaricdəkilər kimi oturar, danışar filan beşməgən. Deyirəm, başınıza dönüm, Əvəz Zeynallı onu eləsəydi elə Türkiyədə qalardı və yaxud da elə Avropaya çağırmışlar. Birinci həbsindən sonra dəvət almışdı ya Əvəz bəy. Gəl Avropaya, getmədi. Valla mən də bu səfirlikdən çağırdılar, Norveç səfirliyindən ki, gəl aparaq səni Norveçə, nə bilmirəm, dedim, yox qardaş. Vətəndir də, deyim, mən vətənimdir də, mən nətər qoyum gedim. Mən gedə bilmərəm. İndi qurban olduğum Əvəz. Əvəz, indi haradasan? O buradan kənarda yaşayanmaz, çətin yaşayar. Bu adam
9 il Türkiyədə bilirsiz Həm də o hesabına əxlaqın sahibi qalıb. deyil axı bu. Gedib xaricdən oturan o söyüşsüyən, nə kim o da 9 il mən söyüşsüyən. heç kəsin o deyir fəaliyyətinə qarışmaq istəmirəm. O iş bizi ötər. Ona qarışmaq istəmirəm. Sadəcə o mənim üçün ən çox mənim yaralı yerim odur ki, Əvəz Zeynallı istəsəydi bugün o deyirsiniz Enola Fəthullayev, Mirşahin, filan kəs onlardan da çox böyük imperiya sahibi idi xaricdə. Çox böyük imperiya. Əvəz Zeynallının ağlının o deyir balaca zərrəciyi sizdə yoxdur. Burada da istəsəydi olardı. Olmadı da. Heç yaxşı ki də olmadı. Bilirsiniz, siz bilirsiniz onu. Mən deyim, buradan xalqıma mən çox təşəkkür eləyirəm. Mən həmin məlumatı yayandan sonra TikTok, Facebook, deməli bütün sosial şəbəkələrdə, hətta mənim WhatsApp-ma yazdılar, mənə zəng vurdular. Saymışam 8 nəfər müraciət elədi ki, Məlahət xanım, mənim qan qrupum budur. Ciyər lazım olsa verməyə hazıram. Burada da yazırlar ki, Məlahət xanım telefon nömrəsi ver, biz yardım eləyək, pul yardım eləyək. Deməli, təsəvvür eləyin ki, mənə bu dəqiqə mənəvi dəstək lazımdır ki, Əvəz bəy orada qalmasın. Əvəz bəy, necə deyərlər, mənə Əvəz bəy lazımdır. Bu həyatda mənim heç nə Elxan gözüm Həsən o yoxdur. yazdı ki, Elçin Sadıqov vicdanlı adamdır. Pul məsələsi olmuşdu. Çox təəssüf. Ayıb olsun sizə. Nə deyim? Nə deyim? Hani bəs orada pul? Onda trolları Pul hanı? var da. Ayıb olsun sizə. Pul hanı? Sübut eləyin də. Qurban olum. Demirsən var idi. Hanı? Hanı? Demirdi ki, səs yazsın. Ben niye Demirdi ki, ziyan ödənmədim videolar. bence? Pul Görün əvəzdənsə də. pulu ziyan ödətdirərlər də. Axı, mən həmin adama sual verirəm ki, əgər elə idisə, Elçin Sadıq mənə Əvəz Zeynalının üzünə durandan sonra nə üçün rüşvət təklif eləyirdi ki, maşının kreditlərini mən ödəyəcəm, Məlahət xanım? Nəyə görə mənə rüşvət təklif eləyirdi? Nəyə görə öz cibindən 20 mini götürüb aparıb qaytarırdı? Kim, hansı qardaşa 20 mini aparıb qaytarır? Hə? Kim qaytarır? Bircə dənə mənə adam görsədin ki, belə bir buna oxşar bənzər hadisədə adam götürsün vəkilin, cibindən çıxarsın o pulu, aparsın, versin. Ərşad müəllimə Əsabil Mustafayev deyirdi. Əsabəli Mustafayev deyir ki, bilirsiniz, Elçinin müvəkkilidir Rasim Məmmədov. Ona görə o işi götürdü. Qoca adam. Qoca adam. Deyirlər ki, yataq xəstəsidir. Mən bilmirəm. Allah günahlarından keçir-keçmir, amma mən halallıq vermirəm. Qoca adam. Bəs Əvəzin nə idi? Əvəz onun müvəkkili idi də. Əvəz qanunları bilmir. Hüququ da oxumayıb. Bu vəkil gəlib deyə bilər ki, Əvəz bu cinayətdir. Deyə bilər, deyə bilməz. Bu cinayətdir. Sən niyə vasitəçi olursan? Bunu sual veriblər Elçin Sadıqova. Sən niyə vasitəçi olubsan? Sən həm bunun vəkilisən, həm bunun vəkilisən. Hər şeydən qorxur. Bir də valla nə var? Bir pul Hər söhbəti şeydən risk olmuş. verirsə, Ayıb qorxsun. olsun sizə. Ayıb olsun. Böyle bir risk var ya ortada. Hər kəs o təhdid gözləyir. Hər şeyi. Özdə inandırım siz, siyasi məhbusların 90%-nin vəkili odur. Elə bilirsiniz ki, bütün siyasi məhbuslara da onu verir. Özdə maraqlı nədir? İndi mən onu gözləyirəm. Prezidentin bir maraqlı söhbəti oldu ki, bu Avropa məhkəməsinin o cərimələr yoxdur. Onları Azərbaycan hökuməti ödəməyəcək. Onda görüm Elçin kimin vəkili olur pulsuz. Çünki bu son vaxtlarda bilirsiniz, Basin küçəsində olan şeylərlə bağlı, söküntü ilə bağlı cəmaatın pulunu da yemişdilər. Onlar da verdilər Avropa məhkəməsində. Uddular, qaytarmadılar. Bəli. Deməli, nədir məsələ? Bu Elçin Sadıqov gəlir. Bilirsiniz, hamıda elə, mən də o qədər imkanım yoxdur ki, vəkilə ayda 2000-3000 pul verim. Gəlir, o işi üzərinə götürür, siyasi məsələdə, həm özünün PR-ını işləyir, həm də o işi götürür üstünə. Sabahları Əvəz Zeynallı gedir Ali Məhkəməyə, Avropa məhkəməsinə qədər, oradan o cərimə ödəniləndə Elçin Sadıqov öz payını götürür. Dostlar, Elçin Sadıqov təmənalı işləmir. Düz istəyirəm, Məlahət xanım. Qoy görüm, mənim bu dostlarım niyə bu bəyənmə işarəsini vurmurlar? Qardaş, nə olur? Baxışları çox yəqin maraqlı danışır. Salam aleyküm. Nə olur? Bu niyə vurmursunuz bunu? Vacib məsələdir bu. Çox ciddi məsələdir. Bu hər kəsin başında olan bir məsələdir bu. Burada qanun göz görə-görə qanun tapdalanır. Əməlli başda insanı ölümə verirlər, açıq-açığına. Əslində bu qətldir. Sabahlarım İraq, onun başına orada bir işkənsə, bu qətl. Yəni o adam artıq orada qətl olundu. Bu cürə qiymətləndirilməlidir. Buna dəyər bu cürə verilməlidir. Qiymət bu cür verilməlidir. Biri var ki, qanun deyə yox. Buraxmamalısan, aparmalısan öz müalicə müəssisəsində ölənə qədər müalicə eləməlisən. Bir də var qanun deyir ki, sən bunu həbsxanada saxlayamazsan. Cəzaların icra məcəlləsi var, qardaş. Bu məcəllə icazə vermir, bu adam içəridə qalsın. 4-cü stadiya nə deməkdir? Yoğun bağırsaqdan verir, qaraciyərə metastaz verir. Metastaz vermə o yağlı içalata. Tabi bunu
arıqları başlayacaqdı. Bunun qabağını kim alacaqdı? Hansı kim iynə vuracaq buna? Bu ximiya getməlidir. Kim edəcək bunu? Harada edəcəklər? Hansı şəraitdə? 32 min dustağa bir dənə uzu aparatı olan penitensiya xidmətin bu xəstəxanası kim edəcək bunu? Hər kəsin başında var ya bu. Bu açıq-açığına dediyim kimi düşmənçilikdir. Mən başqa şey görmürəm. Bu düşmənçilikdir açıq-açığına. Təsəvvür edin ki, Vüqar bəy, əgər Uzi vaxtında gəlməsəydi, hansı ki biz dalaşa-dalaşa gətirdik o Uzini ora, 6 saylıya. Bilirəm, siz savaşa gətirdiniz onu orada. O Uzi olmasaydı, Əvəz bəy oradan ümumiyyətlə xəbərimiz olmayacaqdı ki, bu xərçəng xəstəliyinə tutulub 4-cü mərhələdədir. Xəbərimiz olmayacaqdı. Bu arıqlar da hiss eləmir. Yəni bunda birdən deyir, adam ağrıyır. Adam Bakı İstintaq Təcridxanasında soyuq buz kimi otaqda saxlamışdılar Əvəz bəyi. Ali məhkəməyə işi verəndə. Ali məhkəməyə gedən bizim jurnalistlərimiz, reportyorlarımız var. Soruşun. Dedilər Əvəz bəy gəldi 4-5 dənə şarf başında, papaq başında nəfəs ala bilmirdi. Siz bunu qəsdən eləmisiniz? Mən hadisələri qoyuram da yan-yana. Əvəz bəy kimə neyniyib, kimi öldürüb, kimi söyüb, kimə neyniyib? Siz nəyə görsəniz, cəmaata gözdağı vermək istəyirsiniz? Azərbaycan xalqına gözdağı vermək istəyirsiniz siz? Hə? Deyəcəksiniz ki, baxın, mübarizə aparanlar. Bilirsiniz, bizim bir şikayətçimiz var idi, Vüqar bəy. Oğlunun mübarizəsini aparırdı. Allah onun da qapısını açsın. Mən onun haqqında hələ çox planlarım var ki, danışacağım sonra. Deməli, adam bilirsiniz mənə nə dedi? Dedim, Məlahət xanım, soruşdum, dedim, əf üçün ərizə vermişsinizmi? Dedim, Məlahət xanım, mən baxdım sizə. Sizin apardığınız mübarizə qədər. Burada yazır, Heyran xanım yazır ki, sizdən xahiş edirəm, Əvəz müəllimə propolis vərəmum verin, ac qarnına çeynəsin. Bilmirəm onda olan şeydir. Onu mən çox-çox təşəkkür edirəm xalqıma. Hamı istəyir, ürəyindən keçən bir şeylər var. Amma burada bizim Ərşad müəllim Cuvarlı sizlə danışdım. Ondan keçib. Bəli, dedi ki, artıq məsələn Rusiyada çox məşhur bir xirurq, onkoloq var. Mən təmənnasız olaraq Ərşad müəllim dedi ki, mən onu Kurqana dəvət edirəm, gəlsin inşallah çıxandan sonra. Mən bunu sadə dildə Vüqar bəy izah eləyim. Elə bilin ki, bu stəkan dolub. Bir damcı belə onun üstünə qoymaq mümkün deyil. Elxan bəy yazır ki, mən qaraciyərimi ona verməyə hazıram. Yox, zaten bu qaraciyər problemi yoxdur. Bilirsiniz, söhbət nədən gedir? Mən dünənləri deyirəm də, 2 nəfər də müraciət eləmişdi. Vüqar bəy, zaten bu iş elə işdir ki, mən özümünkünü verməyə hazıram. Yəni, bizim qanımız da eynidir, özümünkünü də verməyə hazıram. Söhbət ondan getmir. Söhbət xalqın münasibətindən gedir. Elin gözü tərəzidir. Vüqar bəy, adam hər şeyindən keçər. Bir aylıq tutaq pensiyamdan, təqaüdümdən keçərəm. Deyərəm, gedin Əvəz bəyə bazarlıq eləyin, yaxşı olsun. Düzdürmü? Ciyər orqan deyə, insanların orqanını verməyə hazır olduğu adam da Əvəz Zeynallı. O məni kövrəldir. O Əvəz bəyi kövrəldir. Biz bu dəqiqində kimdənsə ciyər almırıq ki, bu gedib bazardan 1 kilo, 2 kilo alasan. Söhbət ondan getmir. Bu mənəvi tərəfləri var. Bunun mənəvi tərəfləri var ki, bizim insanlarımız, görün necə gözəl xalqımız var. Bu xalqdır da, yadınızdadır, 44 günlük savaşda maşın tərpənirdi, ərzaqları maşının arxasına tullayırdılar. Mən o xalqın nümayəndəsiyəm. Mən o kəsimin nümayəndəsiyəm. Mənim ürəyi olanlar kateqoriyasına daxiləm. Əvəz bəy də onun kimi. Vicdanı olanlar kateqoriyasına daxiləm. Yadıma bir şey də düşdü bir də. Deməli, 56,4 milyon dövlətin pulu yiyən adam çöldə gəzir. 56,4 milyon çöldə gəzir. 100 milyonlarla yiyənlər hamısı çöldə gəzir, həbs olunanlardan gedir. O söhbət hələ mən bu indi davam şəhərdə yiyənlərdən getmir söhbət. Həbsdə düşüb çıxanlardan gedir söhbət. Təsəvvür edin ki, ortada bir 20 min manat, ortada bir söz var, pul yoxdur, söz var. 9 il 6 ay və ölümə məhkum edilir insan. Bəlkə deyirsiniz, qulaq asmayacaqlar. Bəlkə də qulaq asacaqlar, bilmək olmaz. Bəlkə də qulaq asacaqlar. Mən buradan səslənirəm. Hamı bilir ki, Əvəz bəy tənqidi çıxışlarına görə həbs olunub. Əvəz bəy adamın yuxusuna haram qatıb, ona görə həbs olunub. Birləşdilər, bilirsiniz, çox maraqlıdır. Qruplar var da, bir-biri ilə dalaşan qruplar. Əvəz Zeynallı məsələsində ortaq məxrəcə gəldilər.
Hamısı birləşdilər ki, Əvəz Zeynalov həbs olunmalıdır. O, Qardaşım Zadə, mən onu hansı təbii qəbul məmləkətdə? edirəm. Mən bu ölkəni tanıyıram. Mənim ağlım başımdadır. Hə. Siz mənə deyin ki, sən mətbuatın, mənə lazım deyil. Mənim qızım Türkiyədə Cumhuriyyət qəzetində çalışırdı. Çox da böyük hörməti var. Elə-belə, zarafatca dedim. Bu ciddi niyyətim yox idi. Dedim, mən ora gəlsəm, mənə iş tapılar, güldülər mənə ki, nə danışırsınız? Peşəkar adamlara həmişə bizdə iş var. İş var. Biz bir tikə çörəyimizi qazanacaq adamlarıq. Buna bizim ağlımız da Bu çatır, ruzunu verən savadımız da Allahdır. çatır. Biz bunu çox gözəl Ruzu bilirik. qazanmaq üçün savada Həmişə ehtiyac deyirəm, yoxdur deyirəm ki. Əvəz bəy 2 il, başı 8 aydır da. 2 il 8 aydır həbsdədir. Məlahi Zeynalov nə ilə dolanır? Kimi şantaj eləyib, kimə hədə qorxu gəlib, kimdən pul istəyib. Biz zaten elə dolanmışıq. Biz Əvəz bəylə zaten o cür dolanmışıq. Deyin də, deyin. Yaxşı, bu 2 ildə bunun uşağı nə ilə dolandı? Bunun həyat yoldaşı, bunun qoca atası nə ilə dolandı? Deyin də. İndi deyir ki, hə, Əvəz bəy onu ayıb olsun. Mən nə deyim? Adama, siz haqsız sözlər. Özdə bir şey də var, Vüqar bəy. Mən haqsız olsaydım, bu cür gürulduya danışa bilməzdim. Mənim balaca bir günahım olsaydı, balaca bir hardasa, bir yerdə bir açığım olsaydı, mən bu cür danışa bilməzdim. Yox deyə ortada mən bir şey Hə? əvvəla Sən 20 əməliyyat mini keçirmək götür. istəsələr, Sən 20 mini götür. Eynullahın qorxusundan apar tez qaytar. bəli. Sonra gəl Əvəzin üzünə dayan. Denən gəlir çıxıb Əvəzə, sənin nə var? Mən sənin işimi Avropaya qədər aparacağam. Bir soruşdum ki, necə oldu yəni? Deyəsən efirimiz Avropaya qədər dayandı. aparacağam. Avropaya qədər. Oradan da 500 qazanarsa, Bizim efirimiz deyəsən dayandı. yox, dayanmıyor. Hə, Avropaya qədər aparacağam deyir. Dayandı. Yox, dayanmıyor. Niyə dayanır ki? Hə? Yox, efir gedir, problem yoxdur. Deməli ona görə sən razılaş ki, mən sənin üzvə dayanım. Mənim də ürəyim xəstədir, mənim də falan şeydir, behman şey, mənim də uşaqlarım var. Yoldaşına deyirəm ki, Zibeydə, Özdə neçə illər dostluq. eşitmişəm ki, Elçin Əvəzin üzünə dayanıb. Sabah onu buraxacaqlar, düzdür? Mən axı bizim uşaqlarımız var. Ey xalqım, ey insanlar. Bəs bizimki Bu da bizim hüququmuz. Bu da bizim dövlətimiz. bizim uşağımız var. Mənim uşağım yoxdur. Mənim 2 dənə gül kimin Azərbaycan xalqına, Azərbaycan dövlətinə işləmək üçün yetişdirdiyim 2 dənə gül balam var. Sizin uşaqlarınız atalarının, analarının yolu ilə gedəcək. Bizim uşaqlarımız da bizim yolumuza gedəcək. Sizin uşaqlar nə qədər dəyərlidir bu cəmiyyət üçün? Çox Bir mənim uşaqlarım var, mən ona görə üzünə dayanıram. Bu nə deməkdir? Bu hansı əxlaqa, hansı Bu məntiqlə heç kəsi qınamaq olmaz. Heç kəsi, bütün rüşvətxorları, korrupsiyanerləri, gedin də hamı cinayətkarları. üzünə dayansın, amma O dedi min mən oyundan çıxsın biri da. desin ki, valla mən uşağım var, getdim filan kəsi qətl edərdim. Bir də Hə. bunu gedim onun evinə Qanun oğurluq çünki onun elədim. yanındadır. Valla biri də ki, valla mən məhkəməyəm, hökm verirəm, mən bağışda ki, mənim uşağım var, yeməlidir. Biri desin mən polisəm, gəlib tutacağam. Biri deyir mən prokuror tutacağam. Mənim uşağım, hamı desin mənim uşağım var da onda. Hə. Amma desin ki, mənim Mən uşağım. onda niyə qınayırıq bu cəmaatı qardaş? Əgər Bilmirəm. uşağa görə hər şeyə gedərsə, Qanun var. onda- Onun üçün qanunlar var. bəli. Onun üçün qanunlar var ki, qanunlar işləsə. Adam uşağına görə gedib əxlaqsızlıq mı Hə, edir? oturub Bu əxlaqsızlıq deyil. o cür şeylərə keçməyəsən də, yəni o mərhələyə getməyəsən. Sən qanun qarşısında cavabdeh olmalısan. Hər kəs qanun qarşısında cavabdehdir. Bu qanunlar ikili standartla olmamalıdır. Vüqar bəy, deyirlər Avropa bizə ikili standartla yanaşır. Mən Qurban tez-tez olum, deyərəm ölkənin içərisində ikili Bəli, standartlar ikili var. standartlar var bizdə, Hə? bəli. Ölkənin içərisində var o ikili standartlar. Əvəz Zeynallı və Eldar Mahmudov. Məsəl üçün deyirəm, dilimə o gəldi. İkili standartlar var. Səlim Müslümov. Kim Budur. yoxdur ki? Saymaqla Hələ tutarmaz. yadıma düşən indi bu gərgin bir 143 şeydir. milyon dövlətin pulunu Müdafiə Nazirinə yerlə cəmi 2-3 adam tutulubdu.
Dünən baxıram, Əsasları da tutulmayıb ha. yox, əsasda JEK tutulur. müdürü tutulub JEK da. aşağıdakılar tutulur. Mənzil İstismar İdarəsinin müdürü tutulub. Yadınızdadır? Azadlıq prospektində Bəli. 16 mərtəbə bina yananda onu tutdular. Sonra aydın oldu ki, o Xaliq idi. Nə idi? O Binəqədinin icra Xaləddin. hakimi. Xaləddin. Xaləddinin sifarişi ilə o üzlük çəkilmişdi ora. Yox, Xaləddinə gözün üstə qapı yox, var. kim deyən nə dedi? oldu. Fazil Məmmədovla Hə? keçmiş vergilər naziri Fazil Məmmədovla yeznə qayındılar. Vəssalam. Biz Kim sübut deyəcək eləyirik ona ki, jurnalist olaraq, mətbuat nümayəndəsi olaraq biz sübut eləyirik ki, ikili standartlar var. Zəhmət olmasa buna görə biz həqiqəti dediyimiz üçün bizi öldürməyəcəksiniz ki. Öldürəcəksiniz. Bəşər Əsəd şirin qabağını atırdı. Bir dəfəlik şirin qabağını at, qutarsın da bizim də canımız qutarsın sənin də. Şiir yoxdur axı. Nə var tapmağa? Sabahları dəb olsun, görəcəksiniz necə gəlir. Ay vay vay, biabırçılıqdır. Nəysə. Məncə yekunlaşdırmağına da yekunlaşdıraq. Çünki artıq mənə gəlir ki, Bəli, hər şeyi dedik. dedik. Allah sizə səbir versin. Əvəzə Allah şəfa versin inşallah. Darıxmaq lazım deyil. Hər dəfə deyirəm, bir daha təkrarlamaqda lüzum görürəm. İnsan ömrünü verən Allahdır. Bu ömrü kimsə kimsədən ala bilməz. İstəyirsən iki dünya bir ola, kimsə kimsənin ömrünü əlinə ala bilməz. Allah verdiyi ömrü Qaradan harada artıq qutaracaq, boya orada yox. qutaracaqdır. Qaradan artıq boya yoxdur. Allah şəfasını versin deyə inşallah. İnşallah bu yaxın vaxtlarda da biz onu çöldə görərik Allahın izni ilə. Yəqin ki, elə olacaqdır. Çünki dediyim kimi bu qədər Vüqar bəy, bir çor sual da gör, verin də yəni mənə. açıq şəkildə sual bu da verin düşmənçilikdir. Bu olmaz belə. Son olaraq ki, Buyurun. Məhəmməd xanım, inanırsınızmı? Bir soruşun onu. Mən bu məmləkətdə heç nəyə və heç kimə inanmıram. Öldürdülər. Onun üçün çalışdılar, vuruşdular. Mən bu məmləkətdə heç kəsə inanmıram. Eləsinlər mən yalançı olum. Nə deyim valla? Sadəcə səbir və mübarizə. Davam. Hər zaman. Hər zaman. Dəyərli izləyicilərim, hər veriliş qutaranda mən deyərəm, Allah sizlərə və bizlərə ömür verərsə, sabah 16-da görüşərik. Kimin ömrü harda bitəcək, onu heç kəs bilmir. Bir saniyəmi sonra bizim burada bir izləyicimiz var idi. O bizlə burada danışa-danışa ən aktiv izləyicilərimizdən biri idi. Sonra eşitdik ki, dünyasını dəyişib. Hər kəs ölüb gedəcəkdir bu dünyadan. Heç kəs bu dünyanı tutub qalmayacaqdır. Amma aparan da bez. Bez aparacaq. Başqa heç nə aparmayacaqdır. Və ad, Və ən əsası ad. rəhmət Ad. və yaxud lənət. Ən əsası ad. Ölən adamın dalınca Allah sənə rəhmət eləsin deyəni Və yaxud da soxdursa, Hı. nə xoş o adamın halına. Əşi filan kəs ölübdür deyə deyirlərsə, vay o adamın halına. Biri qaça-qaça gedir yoldan, işdən gəlmiş, gör cəmaət qaça-qaça gedir. Deyir, hara qaçırsınız? Deyir, ağa ölüb. Bu da tərsinə gedir, iş evə gedir, cəmaət da ağaya tək. Qaçır evə tez paltarını geyinir, təzə paltarın. Əstəğfurullah, deyir, ağanın nökəri ölüb. Qaça-qaça gedir, tez paltarı geyinir ki, yesin ağanın yasına. Bir də gəlir ablatın qaydanda görür ki, cəmaət dala gəlir. Deyir, amma nə oldu? Deyir, əşi, ağanın özü ölüb. Nökərin hörməti ağadan çox imiş. Biz bu dünyada yaşayırıq. Bu dünyada yaşayırıq. Bu misallar həm də bizim xalqımıza aid da. Bu misallar bizimdir. Bizim. Yəni bundan bir dərs çıxartmalıyıq biz. Ağa ölübsə getmək lazım deyil. Nökər ölübsə mütləq getmək lazımdır. Çünki o ağanın nökəridir. Əslində bütün bunlar hamısı bizə bir dərsdir. Dərs. Anlayan üçün dərsdir. Deyir ki, zamanında dəyər ver. Dəyər verəcəyinə. Vermirsənsə nə mənası var? Yaşamağın da heç mənası yoxdur ki. Nəysə, sağollaşıram. Dostlar, Allah inşallah nəsib eləsə sabah 16-da sizin görüşünüzə gələcəm. Anlatıram, sizə də mən təşəkkür edirəm, dəvətimi qəbul elədiniz. İnşallah heç bir problem olmaz.
O bir adətən böyük, güclü adamdır. İradəsi güclüdür. Yəni çox elə Tələsməsək, belə pəs eləyən adam da tələsməliyik deyil. ona. İndi mən reallığı deyim Yalnız ki, Allahdan tələsmək şəfa lazım. diləyək. Tələsmək lazım. Allahdan şəfa Çox diləyək. gec inşallah. ola bilər, sabah gec ola bilər. Tələsmək Hər halda indi lazım. siz məhkəməyə müraciət elədiniz. Yəqin ki, qısa müddətdə bu məhkəmə məsələsi öz müsbət həllini tapar inşallah. Dostlar, sağ olun, sağlıqla qalın, Allaha əmanət olun. Sabah görüşmək ümidi ilə.